Deməli. Alo. 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 Hər vaxtın xeyir. Sağ ol. Nə məsələ? Nə zəng eləmişdiniz bəy? Abi sualım var idi sənə. Sual var idi, ver sual görüm. Bu Zəngəzur nə vaxt asılacaq? Zəngəzurla bağlı nə var, nə fikriniz var? Mənim fikrim odur ki, Ruslar qızışan kimi müharibə eləyəcək. Yəni Zəngəzur dəhlizi asılacaq ya yox hər vaxt? Zəngəzur dəhlizi açılacaq, ermənilər açmaq istəyir. Ermənilər deyir ki, Zəngəzur dəhlizi açılsın, ora nəzarəti Türkiyə və Avropa eləsin. Rusiya yox. İlham Əliyev də deyir ki, yox, Zəngəzur dəhlizi açılacaq, açılsın, ancaq ora mən Türkiyəyə, Avropaya inanmıram. Ora Ruslar nəzarət eləsin. Bax, mübahisə budur. İndi səncə ora Avropanın gəlməyi yaxşı, yoxsa Rusun? Rusdan bizə xeyir gəlibdir həmişə. 20 yanvarı Xocanlı Rusiya qırmayıbmı? İndiyə kimi bizi bir-birimizə qırdıran Rusiya deyilmi? Tarix boyu Ruslar bizi qırmayıbmı? Əlbəttə ki, Avropanın, Türkiyə qardaşımızı Türkiyənin gəlməyi yaxşıdır. Yaxşı, sağ ol. Sağ ol. Zənglər edə bilərsiniz. Kimlər zəng eləsə edə bilər. Zənglər efirdən sonra danışarıq. Səbirli olun, efirdən sonra danışarıq. Deməli, yayımı bəyənin, paylaşın. Mən